Və növbəti məsələ birinin, bir şəxsin üzərinə oruc vacib olduğu halda ölərsə. Məsələn, e, hansı ki, üzürlü səbəbdən dolayı xəstələnib bir insan və Ramazan orucunu və yaxud da biz burada vacib oruclar deyəndə hansını nəzərdə tuturuq? Ramazan orucu, kəffarə, qəza, nəzir orucu, yəni bu şeylər vacib oruclar sayılır. Hə? Bu vacib orucları üzərində bir üzürlü səbəb olaraq, məsələn, xəstələndiyi insan Ramazan orucunu tuta bilmədi və beləcə davam etdi, sağalmadı və dünyasını dəyişdi. Və bu şəkildə ölərsə, onun üzərində heç bir şey yoxdur. Və ona görə də həmin şəxsə görə fidyə ödəmək də vacib deyil. Fidyə ödəmək də vacib deyil. Yəni müstəhəbdir, istəyən olsa ödəyə bilər, lakin vacib deyil. Və bunu ittifaqla söyləyiblər elm əhli. Və İbn Qudamə rahimehullah özünün Muğni əsərində deyir ki, o insanın üzərindən əsl olan odur ki, o insanın üzərindən vaciblik düşür. Çünki onun şəri bir üzrü var. Şəri bir üzrü var, bəli. Lakin növbəti məsələdə bunun əksi olarsa, birinin üzərinə oruc vacib olduğu halda, yəni kim ölər və üzərində o borc qalarsa, hansısa bir vacib oruc qalarsa, nəzir orucu, kəffarə və ya Ramazandan dediyimiz kimi və bu halda ölərsə və deyək ki, bu insanın şəri bir üzrü olmayıb, sadəcə Ramazanda tutmayıb, deyib ki, tutaram, arxayın olub və ölüm mələyi aparıb və dünyasını dəyişib. Allah'tan diləyirik ki, hər bir müsəlmana və içi biz qarışıq hüsnül xatimə və bütün ibadətləri təqsirkar yox, yerinə yetirmiş şəkildə dünyasını dəyişənlərdən etsin. Allahümə əmin. Və gözəl sonluq nəsib etsin. Və bu insana, qardaşlar, heç bir şəri üzür səbəb olmadan bunları buraxarsa, oruçları buraxarsa və bu şəkildə dünyasını dəyişərsə, elm əhli deyir ki, vəlisi onun yerinə oruç tutmalıdır. Yəni vəlisi kimlərdir? Onun vəlisi, yəni yaxınları onun yerinə oruç tutmalıdır. Lakin vəlilərin onun yerinə oruç tutmağı müstəhəbdir, qardaşlar. Vacib deyil. Yəni bu elə başa düşülməsin ki, bu vacibdir, vacib deyil. Və bunu İmam Şafi və İmam Nəvavi və İbn Baz və İmam Hüseyn rahimehullah yəni qeyd etmişlər. Və dediyimiz kimi vəliyə onun yerinə oruç tutması müstəhəbdir, vacib deyil. Müstəhəbdir, bəli. Və vəli də kimdir, qardaşlar? Vəli varislərdir. Yəni kimə məsələn, yəni mirasdan pay düşürsə, ölən insanın mirasından kimləri pay düşürsə, ən yaxınları, elə deyilmi? Ata olsun, oğul olsun, qardaş olsun, yəni vəlilər bunlardır. Və kim ölərsə üzərində o Ramazan orucu, yəni boynunda olaraq ölərsə üzrü səbəbdən, yəni onun varisləri onun yerinə oruç tuturlar. Əgər orucdan boyun qaçırarlarsa, o zaman neynirlər? Fidyə verirlər. Və Buxar Müslimin rəvayət etdiyi hədisdə Ayşə radiyallahu anhədən gəlir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurdu. Mən mətə və aleyhi siyamun samə anhu vəliyyuhu. Kim üzərində bir oruc qəzası olaraq, oruc borcu olaraq dünyasını dəyişərsə, samə anhu vəliyyuhu. Vəlisi onun yerinə oruç tutur. Və İbn Hüseyn rahimehullah buyurur ki, və biz burada hədisə fikir versək, hədis bizə xəbər verir. Samə anhu vəliyyuhu. Yəni vəlisi onun yerinə oruç tutur. Və digər dərslərimizdə də bu qaydaya biz diqqət çəkərkən dedik ki, bəzi xəbərlər var ki, əmr mənasında gəlir. Elə burada olduğu kimi, yəni demək istəyir ki, xəbər əmr mənasındadır, yəni vəlisi onun yerinə oruç tutsun. Lakin burada xəbər əmr mənasında gəlsə də vacibliyə dəlalət etmir. Vacibliyə dəlalət etmir. Çünki biz dedik ki, vəlisinin onun yerinə oruç tutması vacib deyil, müstəhəbdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu əmr mənasında dediyi bəs onu müstəhəbliyə salan nədir? Müstəhəbliyə salan nədir? Allah subhanahu wa ta'ala Quran-ı Kerimdə buyurur ki, Ənam surəsi 164-cü ayədə və la taziru vaziratu vizra ukhra. Heç kim başqasının yükü ilə yüklənməz. Bu dəlalət edir ki, Allah Taala'nın bu ayəsi dəlalət edir ki, yəni eləcə də vəliyə ölən bir şəxs üçün, yəni onun orucunu tutması vacib deyil. Onun orucunu tutması vacib deyil, müstəhəbdir sadəcə. Və başqa bir hədisdə, Buxar Müslimin rəvayət etdiyi hədisdə İbn Abbas radiyallahu anhümədən gəlir ki, bir nəfər Allah Resulü sallallahu aleyhi və səlləmə gəlir, deyir ki, ya Rasulullah, İnnə ummi mətət. Anam vəfat edib. Və aleyhə savmu şəhərin. Və onun üzərində bir aylıq nə var? Qəza var.
Sonra buyurur ki: "Əfə aqdiyehu anha?" Mən onun yerinə qəza edə bilərəm? Və Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki: "Qale na'am. Fədeynullahi əhaqqun ən yuqda." Əhaqqu ən yuqda. Yəni Allahın borcu ödənməyə daha layiqdir. Yəni buradakı hədis ümumiyyətlə Allah Resulü sallallahu əleyhi və səlləm buradakı hədis qısadır. Orada Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, əgər ananın bir kəsə borcu olsaydı, yəni onu ödəyərdinmi? Yəni buyurur ki, bəli ya Rasulullah. Və Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, Allahın borcu daha haqlıdır. Və bunun qəza ilə dünyasının dəyişməsi Allah olan borclarındandır və Allahın borcu daha haqlıdır ki, ödənsin. Ona görə də kim yaxınlardan, yəni Ramazan orucu vacib oldu, lakin tutmadı, onun yerinə qəza tutmaq olar. Lakin bu vacib deyil, müstəhəbdir. Əgər tutulmazsa, onun yerinə hər gün üçün bir nəfəri yedizdirmək icazəlidir.